Salam. Yəqin ki, hamımızın başına gəlib. Google Chrome bir vaxtlar ildırım kimi işləyirdi, indi isə sanki yorğundur. Narahat olmayın, doğru ünvandasınız. Bugün birlikdə o köhnə sürəti necə qaytaracağımızı öyrənəcəyik. Deməli, gəlin brauzerimizə necə deyərlər bir təkan verək. Tanış gəlir, deyilmi? Səhifələr yavaş-yavaş açılır, bəzən brauzer ümumiyyətlə donur, ya da heç gözləmədiyiniz anda qəribə səhvlər çıxır. Bəli, bu, gündəlik işimizə, əhvalımıza təsir edən çox ciddi bir problemdir. Amma yaxşı xəbər nədir bilirsiniz? Bunun səbəbi çox vaxt sadəcə yığılıb qalmış rəqəmsal tullantılardır və həlli isə inanın düşündüyünüzdən də qat-qat asandır. Bəli, həll yolu brauzerinizin keş yaddaşını təmizləməkdir. Bəs keş nədir? Təsəvvür edin ki, bu, brauzerinizin qısa yollardan ibarət bir dəftərçəsidir. Tez-tez daxil olduğunuz saytların bəzi hissələrini orada saxlayır ki, növbəti dəfə daha sürətli açılsın. Gözəl ideyadır, hə? Amma zamanla bu dəftərçə o qədər qarışır və dolur ki, faydadan çox zərər verməyə başlayır. Bax, indi biz o dəftərçəni təmizləyib, hər şeyi sıfırdan başlamağa kömək edəcəyik. Yaxşı, bəs bir düyməyə basmaqla necə olur ki, hər şey düzəlir? Bunun arxasında nə dayanır? Gəlin indi bu sadə əməliyyatın əslində brauzeriniz üçün nə qədər böyük faydalar olduğuna birlikdə baxaq. 4 əsas səbəb var. Deməli, 4 əsas üstünlük. Birincisi və ən əsası sürət. Köhnə, lazımsız məlumatları təmizləyən kimi brauzeriniz sanki yüngülləşir və dərhal daha sürətli işləməyə başlayır. İkincisi, aktuallıq. Heç olubmu ki, bir sayta girirsiniz, amma bilirsiniz ki, nəsə yenilənməlidir, amma köhnə versiyanı görürsünüz. Bax, keş bunu edir. Təmizləyəndə hər zaman saytların ən son versiyasını görəcəksiniz. Üçüncüsü, stabillik. O qəribə səhvlər, donmalar, çox vaxt səbəbi elə bu köhnəlmiş keş fayllarıdır. Və dördüncüsü, boş yer. Bəli, bu fayllar kompüterinizdə yer tutur. Onları silməklə həm də cihazınızda dəyərli yaddaş yeri açmış olursunuz. Yaxşı, niyəsini artıq tam başa düşdük. İndi isə gəldi işin ən maraqlı hissəsinə. Necə? Gəlin praktikaya keçək. Narahat olmayın, bütün proses cəmi bir neçə saniyə çəkəcək. Gəlin bunu addım-addım birlikdə edək. Deməli, ilk addımımız menyunu açmaqdır. Hazırsınız? Gəlin başlayaq. Baxın, brauzerin lap yuxarı sağ küncündə o 3 şaquli nöqtəni görürsünüz. Bütün sehir necə deyərlər? Bax, o düymənin arxasındadır. Klikləyin ora. İndi isə açılan menyudan doğru bəndi tapmalıyıq. Baxın, o menyuda Delete Browsing Data yazılan yeri axtarın. Azərbaycan dilindədirsə, təxminən baxış məlumatlarını sil kimi bir şey olacaq. Hə, bir də sizə əsl proqramçı məsləhəti verim. Bu menyularla vaxt itirmək istəmirsinizsə, sadəcə klaviaturada Ctrl, Shift və Del düymələrini eyni anda sıxın. Bu sizi birbaşa lazımi pəncərəyə aparacaq. Əsl zaman qazandıran bir fənddir. İndi isə işin ən vacib yerinə gəldik. Açılan pəncərədə Advanced, yəni təkmilləşdirilmiş bölməsinə keçirik. Niyə? Çünki bizə tam nəzarət lazımdır. Biz özümüz qərar verəcəyik ki, nə getsin, nə qalsın. Budur, qarşımızdakı pəncərədə cəmi 4 sadə addım atmalıyıq. Diqqətlə baxın, vaxt aralığı, silinəcək məlumat növləri və son toxunuş. Gəlin bunların üstündən bir-bir keçək. Deməli, gəlin bu 4 addımı tamamlayaq. Addım 1. Yuxarıda Advanced bölməsinin seçili olduğundan əmin olun. Addım 2. Vaxt aralığı yazılan yeri tapın və oradan mütləq all time, yəni bütün zamanlar seçimini edin. Bu, köklü təmizlik üçün şərtdir. Addım 3. Aşağıdakı siyahıya baxın və əmin olun ki, Cookies və Cached Images and Files, yəni cookielər və keşlənmiş şəkillər və fayllar seçilib. Digərləri sizə bağlıdır, amma bu ikisi mütləqdir. Və sonuncu, 4-cü addım. Hər şey hazırdırsa, o böyük mavi Delete Data düyməsini basın. Vəssalam. Və bu qədər. Çox sadə idi, deyilmi? İndi brauzeriniz fərqi hiss etməlidir. Amma bir şeyi unutmayaq, bu sadəcə bir dəfəlik bir təmir deyil. Bunu bir vərdişə çevirmək lazımdır, eyni ilə rəqəmsal gigiyena kimi. Və bu gigiyenanın daha dərin bir mənası da var. Baxın, bu prinsip təkcə böyük şirkətlərə aid deyil. İstər işdə, istərsə də evdə. Öz rəqəmsal aləmimizin təhlükəsizliyi bizim öz məsuliyyətimizdir. Keş yaddaşını təmizləməklə siz təkcə brauzeri sürətləndirmirsiniz, eyni zamanda arxanızda qalan köhnə sayt məlumatlarını, sizi izləyən cookieləri silərək öz məxfiliyinizi də qorumuş olursunuz. Bu, sürətdən daha vacibdir, elə deyilmi? Artıq bütün alətlər sizin əlinizdədir.
Bu bir neçə sadə addımı bilməklə siz artıq brauzerinizin performansını və məxfiliyinizi tamamilə öz nəzarətinizə götürə bilərsiniz. Unutmayın, bu kiçik vərdişlə siz təkcə yavaş brauzer problemini həll etmirsiniz, eyni zamanda özünüz üçün daha sürətli, daha təhlükəsiz və daha rahat bir onlayn dünya yaradırsınız.